Belə bir Qaz 69 təqdim edirəm sizə. Klassik avtomobillərin həvəskarlarına tam olaraq, yəni belə deyək də, xırda detallı şəkildə olaraq yığılmış Qaz 69. Maşın ideal vəziyyətdədir. Yığılandan sonra 517 km gedir, yoxsa nə, belə gördüyünüz kimi xırda aksesuarlara qədər təkərləri əla, yəni seçilib yığılmış maşındır. Libyotkasına qədər var. Gördüyünüz kimi də, yəni nəyin deyim, faralardır. Bunlar hamısı sifarişlə, nə bilim, Rusiyadan, Ukraynadan gətirilmiş detallardır. Üstü açılır, gördüyünüz kimi. Bu da salon hissəsi. Sükanı orijinal sükandır. Oturacaqlar zövqə görə Mercedes-lə yığılıb. Sonra canım sizə düşsün. Və bunun, belə deyək də, rubulnikidir. Bu necədir bu? Ha? Bu necə eləyir? Ha, все. Belə basın, sistemi opşu söndürürsən, belə işə salırsan. Bu dalni, blijni, faralar yandırdın və dalni blijni eləyirsən. Çəkək bir ətraflı. Ya Allah. Nappa dəridən yığılıb oturacaqlar. Arkada da oturacaqları var. Motoru, korobkası, hamısı tam ideal vəziyyətdədir. Bu xoda salsam şeyə düşmür. Yox. Yəni dəhşət bir şeydir. 554 km. Sükanı bir barmaqla hərəkət etdirmək olur. Yəni qəşəng maşın. Bu da ağır. Yay aylarında da bunu açırsınız. Sonra bu kəsilənləri hamısı şey vəziyyətdədir. Nə görürsünüzsə. Altı üstündən təmiz. Bir dənə motorxanamız. Raması, tərtəmiz, svarkası filan belə şeyləri yox. Saat 2000. ZMZ motor. Apteskası, yanğın söndürən balonu, yəni hər şeyi. Bu da arkadan görünüşü. Avtomobilin qiyməti 50.000 manat. Gəlib avtomobilə salonumuza baxa bilərsiniz.